Yengeç bürcü 16 iyul 2026-cı il. Günün başlanğıcı gərgin keçə bilər. Həmkarlar tərəfdaşlarla ünsiyyət, səbir tələb edəcək. Hətta kiçik anlaşılmazlıqlar belə sizi tarazlıqdan çıxara bilər. İradlara həddindən artıq həssas reaksiya verməyin. Xırda məsələlər üstündə mübahisəyə girişməyin. Günün ikinci yarısında vəziyyət nəzərə çarpacaq dərəcədə yaxşılaşacaq. Maraqlı iş tapşırıqları, perspektivli ideyalar, özünüzü ən yaxşı tərəfdən göstərmə imkanı yaranacaq. Məntiqin aciz qaldığı yerdə intuisiya sizə düzgün qərarı göstərəcək. Xoş xəbərlər də mümkündür. Buğa bürcü 16 iyul 2026-cı il. Səhər saatlarında obyektivliyi qorumaq xüsusilə vacibdir. Maliyyə, sənədlər və ya iş razılaşmaları ilə bağlı məsələlərdə xəyallara qapılmayın. Məlumatları diqqətlə yoxlayın. Vəziyyətə realist yanaşma səhvlərdən yayınmağa kömək edəcək. Ümumilikdə gün uğurlu keçəcək. Üzərində çox çalışdığınız layihələri başa çatdıra, layiq olduğunuz qiyməti ala və uzun müddətdir açıq qalan məsələləri həll edə biləcəksiniz. Uğurlu səfərlər də mümkündür. Əkizlər bürcü 16 iyul 2026-cı il. Günün birinci yarısı vacib işlər, təşəbbüslər üçün əlverişlidir. Siz qərarları tez qəbul edir, inamla hərəkət edir, lazım olan məlumatı asanlıqla tapırsınız. Danışıqlar təhsil və uzunmüddətli planların müzakirəsi üçün münasib zamandır. Gün ortadan sonra emosional fon daha da gərgin olacaq. Tez-tez fikir ayrılığı yaşadığınız insanlarla ünsiyyəti məhdudlaşdırmağa çalışın. Düşünülməmiş maliyyə qərarlarından və planlaşdırılmamış iri xərclərdən uzaq durun. Xərçəng bürcü 16 iyul 2026-cı il. Gün ziddiyyətli keçəcək, amma ümumilikdə uğurlu olacaq. Əsas odur ki, öz gücünüzə inanın və seçdiyiniz istiqamətə şübhə etməyin. Özünə inam hətta çətin tapşırıqların öhdəsindən gəlməyə, rəhbərlikdə xoş təəssürat yaratmağa kömək edəcək. Gözlənilməz görüşlər, maraqlı təkliflər mümkündür. Yeni ideyalar perspektivli olacaq, lakin onları tədricən, tələsmədən və artıq riskə getmədən həyata keçirmək daha məqsədə uyğundur. Şir bürcü 16 iyul 2026-cı il. Günün birinci yarısı xüsusilə iş, danışıqlar, maliyyə məsələləri üçün əlverişlidir. Əməkdaşlıq şərtlərini müzakirə etmək, müqavilələr bağlamaq və karyera inkişafı ilə bağlı qərarlar qəbul etmək olar. İşgüzar intuisiya sizi yanıltmayacaq. Gün ortadan sonra daha diqqətli olmaq lazım gələcək. Həmkarlarla fikir ayrılıqları və ünsiyyətdə anlaşılmazlıqların yaranma ehtimalı artır. İşin keyfiyyətinə diqqət yetirin və səbir tələb edən məsələlərdə sürətlə nəticə gözləməyin. Qız bürcü 16 iyul 2026-cı il. Gün hadisələrlə zəngin olacaq. Siz təkcə öz tapşırıqlarınızı yerinə yetirməyəcək, həm də başqalarına çətinliklərin öhdəsindən gəlməkdə kömək edəcəksiniz. İşdə dəyişikliklər və ya yeni vəzifələrin ortaya çıxması mümkündür. İlk narahatlığa baxmayaraq, hadisələr sizin xeyrinizə inkişaf edəcək. Axşam saatlarında mübahisəli mövzulardan, kəskin söhbətlərdən çəkinmək daha yaxşıdır. Sakit danışıq tərzi və kompromisə hazır olmaq yaxınlarınız və həmkarlarınızla yaxşı münasibətləri qorumağa kömək edəcək. Tərəzi bürcü 16 iyul 2026-cı il. Bugün diqqət və təmkin tələb olunacaq. Kollektivlə fikir ayrılıqları və ya iş məsələləri ilə bağlı mübahisələr mümkündür. Başqalarının maraqlarını sizin maraqlarınız tamamilə kölgədə qoymasına imkan verməyin. Güzəştə getmək yalnız müəyyən həddə qədər faydalıdır. Hətta adi işlər də həmişəkindən daha çox vaxt və enerji tələb edə bilər. Lakin axşam-gündüz yaşanan çətinlikləri xoş xəbərlər, uğurlu təsadüflər və səmimi görüşlərlə kompensasiya edəcək. Əqrəb bürcü 16 iyul 2026-cı il. Siz qətiyyətlisiniz və məqsədləriniz uğrunda mübarizə aparmağa hazırsınız. İmkanlarınızı obyektiv qiymətləndirsəniz, bu əhval-ruhiyyə yaxşı nəticələr əldə etməyə kömək edəcək. Həddindən artıq israrla rəğbətinizi qazanmağa çalışan və sizi şübhəli layihələrə cəlb etmək istəyən insanlara etibar etməyin. Günün ikinci yarısında vəziyyət daha əlverişli olacaq. Uğurlu təsadüflər, perspektivli ideyalar və həqiqətən etibar etdiyiniz insanların dəstəyi mümkündür. Ox atan bürcü 16 iyul 2026-cı il. Gün asan olmayacaq, amma böyük perspektivlər vəd edir. Günün birinci yarısında toplu olmağınız və əsas məsələyə diqqət cəmləməyiniz sayəsində nəzərə çarpacaq uğurlar əldə edə bilərsiniz. Faydalı tanışlıqlar, təcrübəsi sizin üçün dəyərli olacaq insanlarla görüşlər ehtimal olunur. Axşam şəxsi işlərə və yaxınlarla ünsiyyətə vaxt ayırmağa dəyər. Bu, gücünüzü bərpa etməyə və son vaxtlar daha çox diqqət tələb edən münasibətləri möhkəmləndirməyə kömək edəcək. Oğlaq bürcü 16 iyul 2026-cı il. Gün iş qayğılarla dolu olacaq. Təcrübəniz, praktik yanaşmanız və sağlam düşüncəniz hətta mürəkkəb tapşırıqların öhdəsindən gəlməyə kömək edəcək. Lazımsız risklərə getməyin və etibarlı müttəfiqlərə arxalanın. Məhz belə strategiya ən yaxşı nəticəni verəcək. Axşam bir çox məsələyə yeni baxış bucağından yanaşmaq imkanı yaranacaq. Bu plan qurmaq, yaradıcılıqla məşğul olmaq, gələcək layihələri müzakirə etmək üçün əlverişli zamandır.
Dolça bürcü 16 iyul 2026-cı il. Gün xoş və sakit keçəcək. Ola bilsin ki, böyük qələbələr əldə etməyəcəksiniz, amma faydalı əlaqələr qurmağa, perspektivli ideyaları müzakirə etməyə, həmkarlarla münasibətləri möhkəmləndirməyə nail olacaqsınız. Maliyyə məsələləri və alış-veriş də uğurlu olacaq. Yeni simpatiyalar, maraqlı tanışlıqlar mümkündür. Günün sonuna yaxın kiçik anlaşılmazlıqlar yarana bilər, amma sakitliyinizi qorursanız, onlar tezliklə geridə qalacaq. Balıqlar bürcü 16 iyul 2026-cı il. Səhər saatlarında xüsusilə diqqətli olmaq lazımdır. Gün ortaya qədər vacib qərarlar qəbul etməmək, maksimum diqqət tələb edən layihələrə başlamamaq daha yaxşıdır. Diqqətsizlik və ya məlumat çatışmazlığı səbəbindən səhvlər mümkündür. Əvəzində günün ortası yeni ideyaların müzakirəsi, həmfikir insanlar tapmaq və gələcək addımları planlaşdırmaq üçün əla zamandır. Axşam sizi xoş xəbərlər, yaxınlarınızla səmimi ünsiyyət sevindirəcək.